Herkese salamlayıram. Hoş geldin. Hamınızı. Bugün tələbələrimiz üçün bir qonağımız gəlir. Orxan bəy, necəsiniz? Yaxşı ol, yaxşı olasınız bir. Yaxşı olun. Təqdim eləyin tanımayanlar özünüzü. Bilirsə tanımayan yoxdur bizlər barəsində. Tabii dedin sonra hamısı tanıyor. Hamısını bildik. Yəni məni bilirsiniz də, yəqin tanıyırsınız. Aynur xanımla bildim sizin dostluğunuz var. Aynur xanım özünüzü təqdim edilməlidir. Orxan bəy mən TikTok platformasından tanıyıram, izləyirəm. Hər zaman Bürclər haqqında çox geniş, gözəl məlumatlar verir. Çox dəyərli insandır. Daim izləyirəm və hər kəsə tövsiyə edirəm. Siz nə bürcüydünüz? Mən xərçəng. Ben xərçəngi o qədər tərifləyirəm. Gəl izləməz. Sən bir bürclərimizi öyrənə bilərik. Siz nə bürcüsünüz? Mikrofonu öyrət. Tərəzi. Siz? Oxatan. Oxatan. Şir. Tərəzi. Siz? Xərçəng. Mən bilirsiniz, oxatanam. Mən də oxatanam. Oxatanlar çoxlu təşkil Aha, edir. burada topluluq bir qarşı bir neçə bürcən var idi. Bunlar haqqında, bu bürcə haqqında nə düşünürsünüz? Məsəl üçün, ilk sizin bürcünüz nə idi? Tərəzi bürcü idi. Bunlar ama şirniyyatdır. Aşpaz deyil, bunlar şirniyyatdır. Görürsən, hansının əli daha şirin olar? Hansı bürcə? Tərəzi bürcə əli şirindir mi? Əlləri şirindir. Bu tərəzi qurucuda sıralı gedə bilirsən. Aynı özdə 6-7-si daha çox uğurları gəlməyə başlayır tərəzilərdə. Xarakterik dəyişimi də var onlarda. Onlar bilirsən də Saturn planetin lideri altında çox vaxt olurlar. Tərəzinin əli çox duzludur. Necə deyirlər onu sizdə? Amma prosta tənbəlliyi olan bir bürcdə. Yalan verir. Bəs müəlliməmizin bürcü? Xərçəng. Özünüzə çatışmayan cəhət nədir deyək? Məndə biraz ruh düşkünlüyüm olur, tənbəlliyim də olur. Amma çox güclü xarakterdə insan olduğumu düşünürəm. Bilmirəm, bəlkə mənə elə gəlir. Amma hərdən olur. Olanda olur. Amma çox enerjiliyəm. İş barədə çox enerjili insanam. Xərçəng bürcü birini çox istəmirsə, 10 ildə keçsə istəməyəcək. Birini çox istəyirsə, 10 ildə keçsə istəyəcək. Xərçənglər xarakteriki yüksələnlər əqrəbdə onları, yəni dominant insanlardır. Yəni nəzarət edir hər şeyə. İnsanı yaxın buraxır. Elə. Sonra xoşuna gəlməyəni uzaqlaşdırır. Amma qəşəng bir işdir. Evet. Bəs bir söz sor, modelliyinizi bildik, bürcə haqqında bildik. Başqa nə sahələ məşğul olmaq istəyərdiniz? Mən? Məsələn, şirniyyat aşpaz sahəsində özünüzü görərdiniz. Astrologiyadan əlavə olaraq hansı sahədə? Vallahi tənbəl olmasam hə, pişirib yeyərdim. Yəni tənbəl olmasam hə. Belə yemək bişirmək insan zövq verir. Prosta yemək bişirəndə o yeməyin bilmirəm. Bütün bəlkə razılaşır. İyi ki, hopanda öz bişirdiyin yeməyi yeyə bilmirsən. Orası elə deyil. Yəni bu xüsusiyyət var. Zövqlə bişirirsən, o iyi ki səni hopura, acı nə qədər acı olursan, ondan sonra yeyə bilmirsən. Mən məsəl üçün yemirəm. Siz yemirəm. Mənim evimdə tort olmur. Mən tort bişirsəm də olmur. Siz də mən biləcək. Məndə belə bir əmma var da. Mən başqa yeməkləri eyni qayda ilə, yəni iyi gəlir, çox sevmirəm. Amma bir dənə o belə deyirik, kababdır ki, onu bişirəndə hələ manqalın ya təndirin üstündən isti-isti yeyirəm. Sonra ki o yığılır, qaba gedir, oturur stolda yeyirəm, o ucu mənə xoş olmur. Onu hələ isti-isti yeyirəm, yəni iyi gəlsə belə. O daha xoşdur. Çəm sonra gözdə get oturmasa da yemək edərsən. Yəni kabab. Belə deyil. Təşəkkür edirəm. Yəqin ki, bir maraqlı bir söhbət oldu. Yeni davamı gələcək.